İyunun 1-də Bakıda keçirilən mini futbol üzrə dünya çempionatı başa çatdı. Turniri ev sahibliği edən Azərbaycan millisi çempion oldu. Komanda finalda Macaristana qalib gələrək Avropa çempionu titulunun yanına dünya çempionluğunu əlavə etdi. Yığmanın turnirdəki yolu asan olmadı. Qrup mərhələsində ilk oyun Bəhreyn ilə qarşı keçirildi və gözlənilmədən Xalqis ilə yadda qaldı. Amma bu komandanın toparlanmasına səbəb oldu. Ardınca Sloveniya və Mavritaniya üzərində inanlı qələbələr qazanıldı. 8-də 1 finalda Azərbaycan son dünya çempionu Rumıniya ilə qarşılaşdı və bu çətin mərhələni də atladı. 4-də 1 finalda İngiltərə, yarım finalda Montenegro məğlub edildi. Finalda isə Macaristan yığmasına qarşı oynayan komanda coşqulu və planlı oyunla qalib gəldi. Azərbaycan yığması yarış boyunca sabit və intizamlı çıxış etdi. Elşad Quliyevin yetirmələri meydanda öz oyun üslubuna sadiq qaldılar, emosiyaya qapılmadılar, əsasən taktiki dəqiqliklə hər oyunu keçirdilər. Turnirdə komanda "Bizim uşaqlar" sloqanı ilə çıxış edirdi. Bu ifadə həm futbolçulara yaxın münasibəti, həm də onların azarkeşlərlə birliyini göstərirdi. Millinin heyətində yerli çempionata çıxış edən, bir-birini yaxşı tanıyan oyuncular vardı. Bu da meydandakı anlaşmanı asanlaşdırdı. Təsadüfi deyil ki, komandamızın üzvü Ramiz Çovdarov turnirin ən yaxşı oyuncusu seçildi. Onun oyunlarda göstərdiyi liderlik və məhsuldar çıxışı bu qərarın səbəbini aydın şəkildə ortaya qoyurdu. Azarkeş dəstəyi də turnir boyunca diqqət çəkdi. Bakıdakı oyunlarda tribunalar dolu olurdu. Yığmanın azarkeşlərlə qurduğu bu yaxın münasibət meydandakı nəticələrə də təsirsiz ötüşmədi. Komandanın uğuruna dövlət səviyyəsində də münasibət bildirildi. Azərbaycan prezidenti İlham Əliyev bu nailiyyəti yüksək qiymətləndirərək çempionluğun səhəri günü yığmanı qəbul etdi. Bu qəbul həm idmançılar, həm də idmanın bu növü ilə maraqlananlar üçün mühüm diqqət göstəricisi idi. Bu nəticə ilə Azərbaycan yığması uğurlarını davam etdirmiş oldu. 2022-ci ildə Avropa çempionu olan komanda indi də dünya çempionatını qazandı. Bu uğur həm idmançılar, həm məşqçilər, həm də bu sahədə çalışanlar üçün əhəmiyyətli nəticədir.